Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Aziz izleyicilere selam deyirəm. Cobran Xəlil Cobrana bir baxışığın 7-ci hissəsini başlayırıq. Bu nağıl ki istəyirəm sizə oxuyam, Təlaidar Heyran kitabından bir sırrılı, rəmzili bir nağıldır. Nağılın adı Həkim və Şairdir. Həqiqətdə hikmətlə şeiri Cobran Xəlil Cobran burada istəyib bir tərəziyə qoysun. İstəyib müqayisə eləsin, görsün ki hikmət üstündür ya şeir. Hikmətin simgəsi burada ilandır. Şeirin simgəsi, sembolu bir quşdur. Ərəblər əl-hissun deyər. Farslar sehrə deyər. Türküdə də ki mən baxmışam, saka quşu ya öz Azərbaycan dilimizdə qızılfinc quşudur. Bir nadir bir quşdur. Çöldə olar, həmsöhbəti, müsahibəti ümumiyyətlə ilanla olar, ilanla danışar. Bu quş iki iş görər. Bir avazı var, oxuyar, bir də uçar. Amma ilanın dərinliyindən, hikmətindən xəbəri yoxdur. Niyə ki, qərb ədəbiyyatına baxanda da, hətta o kartonlara da baxanda görürsən ki, ilan hikmətdir, fərzanəlikdir, döktürdür orada. Ya bir dənə şahın müşaviridir. Nağıl belə başlayır. Deyir ki, ilan sehrəyə dedi, ey quş, sənin uçduğun nə gözəldir, uçmağın nə gözəldir. Amma kaş ki sən eləyə bilərdin, gizlincə yerin yırtıqlarına girəsən, yaşayışın şirəsini, osarəsini aramçılıqda sorasan, udasan, öz canıva yayasan. Yerin içərisində aramış var. Bəşər də bu aramışa çox çalışır, əl tapsın. Quş ilana qeydib deyir, həyə, Allaha and olsun, sənin əllərdən uzaq, əllər yetişməyən, çox genişli, boylu bir elmin var. Deyə bilirəm ki, sən yaranmışların içində ən hikmətlisi, fərzanəlisisən. Amma kaş səndə uçardın axı, sən uçmusan. İlan özünü elə apardı ki, elə bir heç zat eşitməyibdi. Dedi, ey quş, sən yaramazsan, sən eləyənmirsən, yerin içərisində olan dərin sırrıları mənim kimi görəsən. Sən eləyənmirsən, şahların gizlin gənclərinə geçib, onların sırrılarını, onların içərisində olan razları görəsən. Amma mən bunu səndən uzaq görmürəm. Niyə ki, həmən dünən mən bir köhülə getmişdim. O köhüldə bir qıpqırmızı yağut gördüm. Elə bir nar dənəsi kimin yetişmişdi. Mən o yağuta dayanmışdım. Orada əşələri görürdüm ki, güllər nura çönürdülər, nur olurdular. Bu aləmdə kimə mənim kimin belə bir ətiyyə bağış verilibdir ki,
belə bir əcibə şeyləri bu aləmdə görsün. Sehrə ilana cavab verir, deyir: ey həkim, sən düz hikməti yaydın. Heç kim eləyənməz bu əsrlərdə olan, zamanələrdə olan xatirələri keçmiş zamanlarda eşiyə çıxaldıb, üzə çıxalda və yaya. Amma təəssüf ki, sən eləyənmirsən ki, avaz oxuyasan. İlan gənə cavab verdi: mən bir ot, bir bitki tanıram ki, onun kökü yerin dərinliyinə kimin gedib. Hər kim o kökdən oxusa, əştəruddan gözəl olar. Əştərud bir Rəbbun-Növ eşq o cəngidir der vaqa. Finiqiyyəllər bunu ibadət edərmişlər. Gözəllikdə, eşqdə bunu misal çəkərmişlər. Eşq ilahəsi. Eşq ilahəsindən də sən gözəl olarsan, əgər o otun kökündən sən yesən. Axı gözəllik az neymət deyil. İnsanlar nə qədər öz gözəlliklərinə çalışırlar, xərcləyirlər ki, gözəl olub bunlara gözəl desinlər. Quş buna cavab verir: heç kim yerin sehirli məfkurəsindən, düşüncəsindən sənin kimin pərdəpalaz götürmədi, ora getmədi. Amma təəssüf ki, sən uçmursan axı. Nə olar sənin belə hikmətin olanda? Sənin uçmağın yoxdur. İlan dedi ki, mən bir göy çay tanıram. Bir göy çay tanıram ki, böyük bir dağın altında axır. Hər kim bu çayın suyundan içsə, ilahələr kimin cavabdan qalacaq, ölməyəcək. Həman çeşmeyi ab-ı həyat ya yaşayış suyu. Quşlarla heyvanların içində heç kim ora mənim kimin yolu yoxdur. Oranı tanımır. Sən istəyirsənsə cavabdan qalasan, gəl mən sənə görsədim o sudan işinən. Axı bu uçmaq, bu oxumaq sənə nə qədər dəyəri var ki, mən sənə xalid olmaq, xulud, cavabdanəlik, həmişə qalmaq, həmişə yaşayışdan bəhrə aparmağı sənə gətirirəm. Quş dedi: həyə, Allaha and olsun, əgər sən eləyə bilsən, ilahələr kimin eləyə bilərsən, cavabdan olasan, həmişəlik qalasan. Amma təəssüf ki, sən oxumursan. İlan dedi: mən yer altında yatmış bir məbəd tanırım ki, heç axtarışçı ona yol tapmayıbdır. Mən ayda bir dəfə o məbədi görürəm. O məbəddə keçmiş cəbbar şahların qanunları, razları, təcrübələri həkk olub, yazılıbdır. Hər kim onu oxusa, düşünsə, əqlaniyyətdə, düşünməkdə, hikmətdə şahlarla bir gətirəcək. Da o iştibah eləməyəcək. Gəl mən aparım, sən o təcrübələrə bax, yaşayışında yanlış yapma. Quş ilana cavab verdi: həyə, ey dəyərli həkim, sən istəsən eləyə bilərsən. Bədəniyin nərm yerləri ilə axa-axa, süzə-süzə gedəsən, yerin altında olan sırrıları ki, keçmiş nəsillərə aiddir, onları bağrıva çəkib alasan, düşünəsən. Amma təəssüf ki,
sən eləyənmirsən, uçasan. Onda idi ki, ilan bu quşun sözündən bezarlayıb, nifrətə gəlib, öz yuvasına sarı üz göndərib, o vəhşi qiyafəsi ilə quşa üz tutub dedi ki, Allah hər beyni yox, qafası qalın, avaz oxuyana lənət eləsin. Axı, necə ola bilər? Sən avaz oxuyasan, səndə ağıl olmaya, düşüncə olmaya, hikmət olmaya. Quş uçur göydə, uca səsi ilə deyir, təəssüf ki, sən avaz oxumursan. Mənim həkimim, təəssüf ki, sən uçmursan. Sağ olasınız, gələn görüşə qədər.